uşaqlar, necəsiz? Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Ümid edirəm işləriniz qaydasındadır. Səsimə görə üzr istəyirəm. Biz bu completing sentence mövzusunun qaydasını izah etdik. İndi növbəti olaraq 11-ci sinifin ikinci hissəsində eyni mövzunu izah edəcəm. Daha sonra 9-cu sinifə baxacağıq. Cümlə tamamlamanın qaydalarına baxdıq. İndi gəlin bir-bir testlər üzərində bunu tətbiq edək. Birinciyə baxaq. Bizdən budaq cümləni seçməyi istəyir. Biz də ilk qayda olaraq öyrənmişdik ki, fərq etmir baş cümlə hansı formadadır, hansı cümlə növündədir. Bizim budaq cümləmiz mütləq olmalıdır nəqli cümlə formasında. Yəni, mübtəda, üstəgəl xəbər formasında olmalıdır söz sırası. Artıq köməkçi feilin önə keçdiyi və yaxud da əsas feilin önə keçdiyi, modal feilin önə keçdiyi cümlələr bizim üçün səhv olacaqdır. Bir də S bəndi olacaq. Eyni qayda ilə davam etsək, bizim düzgün variantımız Y bəndi olacaq. Eyni qayda ilə davam edirik, düzgün variantımız B bəndi olacaq. Dördüncü cümlə, baxın, burada fərq etmir dedik ki, bu sual cümləsidir, baş cümlə və yaxud da bağlayıcı olaraq sual sözümü işlətmişik. Bunun bizə heç bir fərqi yoxdur. Bizim cümləmiz nəqli formada olmalıdır. Yəni, mübtəda, üstəgəl xəbər olmalıdır. Digər hər bir variant bizim üçün səhvdir. 5-ə baxırıq, nəqli cümlə D bəndi. 6-ya baxırıq, nəqli cümlə 3 və 4. 7-yə baxırıq, nəqli cümlə S bəndi. 8 nəqli cümləmiz Y bəndi. 9 nəqli cümləmiz D bəndi. 10 nəqli cümləmiz A bəndi. 11 nəqli cümləmiz 1 və 2 B bəndi. 12 nəqli cümləmiz deməli olacaqdır D bəndi. 13 nəqli cümləmiz A bəndi olacaq. Bunlara da baxaq hər ehtimal. Bəli, hamısı səhvdir. 14 if nəqli cümləmiz olacaqdır S bəndi. 15 üzr istəyirəm. Nəqli cümləmiz olacaq Y bəndi. 16 nəqli cümləmiz olacaq deməli A bəndi. 17 nəqli cümləmiz olacaq B bəndi. 18 nəqli cümlə axtarırıq S bəndi. 19 nəqli cümlə axtarırıq D bəndi. 20 nəqli cümlə axtarırıq. Baxın, burada 2 dənə nəqli cümləmiz var. Mübtəda, xəbər, mübtəda, xəbər. Burada bağlayıcı bizim üçün önəmli rol oynayır. Biz qaydada öyrəndik ki, wants to know, asked, wonder və tell feillərindən sonra birbaşa zət bağlayıcısı işlənməz. İşlənməz deyirəm, onu götürürəm. Ona görə cavabım olacaq C variantı. 21. What? Burada baxırıq ki, bu mübtəda rolundadırmı, yoxsa tamamlıq rolundadırmı? Əgər bu mübtəda olsaydı, bundan sonra birbaşa bizə xəbər gəlməli idi. Amma baxıram ki, hər bir variantda bizim mübtədamız var. Demək, bu mübtəda deyil. Ona görə ondan sonra xəbər gəlməməlidir. Mənə nəqli cümlə lazımdır, Y variantı. Aha, burada yenə bu mübtəda rolunda deyil. Deməli, mənə bundan sonra xəbər olan lazım deyil. Mənə lazım nəqli cümlə D variantı. 23. What did I advise? Bu nəqli deyil. Baxaq, bu da nəqli deyil. Bu da nəqli deyil. 2 dənə C və D variantımız qaldı. Nəqli olan. Sadəcə biz bir qaydada öyrəndik ki, when və what time bağlayıcılarından sonra indiki bitmiş zaman işlənə bilməz. Keçmiş bitmiş işlənir, amma indiki bitmiş işlənməz. Ona görə C variantı olacaq. 24-ə baxıram. When-nə bitmiş olmaz. Burada sual cümləsidir. What time ilə bitmiş olmaz. Burada da sual cümləsi. Ona görə qalır məndə C variantı. 25. Bunlar sualdır. Bu da sualdır. Bu da sual deyil, bu inversiyadır. Xəbər keçir mübtədanın önünə. Bu səhvdir. Cavabım olacaq D bəndi. 26. Nəqli cümlə axtarım. If, bu nəymiş? Bu nəqli deyil axı.
That there was. Bəli, A bəndi olacaq. Bunların hamısı uşaqlar burada yenə qarışdırdım. Deməli, mənim düzgün variantım 2 dənə burada nəqli cümlə var, düzdürmü? Sadəcə want to know feilin birləşməsindən sonra biz birbaşa zət bağlayıcısı işlətməzdik. Daha öncə bunu 18-də dedik. Eyni şey burada da keçərlidir. Ona görə 26-dır. Y variantı olacaq. 27-ci test. Ask feilindən sonra that bağlayıcısı işlənməz. Biri çıxdım. 4-cü də sual cümləsi. Ona görə məni düzgün variantım 2 və 3 olacaq. 28. Baxın, bu sualdır, səhvdir. That askdan sonra zət işlənməz. Deyə bilərsiniz ki, mənim bu işarə əvəzli, işarə əvəzindən sonra yəlik hal gəlməz. Yəni ki, ya o işlənsin, ya bu işlənsin. Ona görə bu bağlayıcıdır. Mənim düzgün variantım olacaq 1 və 4. 29 sualdır. Bu she know-dan sonra zət gələ bilər. Okey, düzdür. Must she olmaz, sualdır. Have they got sualdır. Who have those stories been written by? Bu da sualdır. Ona görə təkcə düzgün variantım C olacaq. 30. When bu will qabağa keçib olmaz. How long? What time? Bu da do köməkçi feil önə keçib olmaz. How can I get to the station? How long I can? Düzgün variantım olacaq 2 və 4. 31. When-dən sonra bitmiş olmaz. Sual olmaz, bitmiş olmaz. Keçmiş bitmiş ola bilərdi, amma sual olmasaydı və nəqli cümləm Y variantı olacaqdı. Askdan sonra zət olmazdı, onsuz da yoxdur. İndiki bitmiş olmaz. Bu sual forması da olmaz, bu da sual da olmaz. Bu da sual da olmaz. Cavabım A bəndi. 33. 33-ə baxırıq uşaqlar. Baxın. If you drew, like to know. Like to know-dan sonra zət işlənməz. Why did you draw da işlənməz. Çünki bu sualdır. Olacaq 1-ci və 3-cü variantım düzdür. Baxın, biz öyrənmişdik ki, wanted to know. Wanted to know, like to know, would like to know eyni şeydir. Yəni, bu kitabda yox idi deyib, neynəmin? Ola bilər ki, müəllif hər hansı birini ötürüb də, amma eyni şeydir. Bilmək istəyirdim, istərdim, bilmək istəyirəm, eyni şeydir. Ona görə would like to know, want to know sözündən sonra, birləşməsindən sonra zət bağlayıcısı işlənməz. 34. Want to know zəti ilə işlənməz. Sual cümləsi də olmamalıdır. Məndə qalacaq 1 və 3. Y bəndi. 35-ə baxıram. Ask your brother zət olmaz. If he, will he olmaz. Will he olmaz. Cavabım B bəndi olacaq. 36-ya baxırıq uşaqlar. Yenə sual cümləsi səhvdir. Olmaz. 1 və 4 olar. 37. Sual cümləsi olmaz. Sual cümləsi olmaz. 2 və 4 düz olacaqdır. Burada uşaqlar baxın, who mübtədadır. Mübtədadan sonra feil gəlibdir. Burada başqa bir mübtəda yoxdur. O sizi çaşdırmasın ki, feil öndədir. Sual sözündən birbaşa sonra feil gəlibdir. Burada sadəcə mübtəda who olduğu üçün bu düzgündür. Tamam. 38. Bu sualda olmaz, bu sualda olmaz. 1, 3. Y variantı. 39. Sualda olmaz, sualda olmaz. 1, 3 düzgün variant. 40. Oasis road leads, bu səhvdir, olmaz. That wanted to know-dan sonra da zət olmaz. 1 və 4 düzgün olacaq. 41. Wanted to know-dan sonra zət olmaz. We have worked Alfred olmaz. 1 və 4 düzgün variant. 42. When-dən sonra bitmiş olmaz. İndiki bitmiş daha doğrusu olmaz. Sual olmaz, sual olmaz, sual olmaz. Cavabım Y variantı. 43. Askdan sonra zət onsuz da verməyibdir. Bu sualda olmaz, sualda olmaz. Bu da when-dən sonra indiki bitmiş olmaz. Cavabım olacaqdı. Bu da sualda D bəndi. 44. Bu sualda olmaz. Sualda olmaz. Sualda olmaz. If she had that
Askdan sonra da that olmaz. Cavabım D bənd. 45. Askdan sonra that olmaz. Bu sualda olmaz, bu sualda olmaz, bu da sualda olmaz. B bənd. 46. Would we olmaz, could we olmaz, could access. Yox, bu ola bilər. Ancaq ki, zətə görə ola bilməz. Burada da sualda olmaz. Cavabım C variantı. 47. Askdan sonra that olmaz. Sual olmaz. Sual olmaz. Cavabım Y variantı. 48. Sual olmaz. Baxmayaraq ki, bu sual cümləsi var solunda. Əslində sual cümləsi də olmamalıdır. Jane məndən soruşdu ki, sənədləri göndərmişəmmi? Bu nəqli cümlədir. Ona görə də baxın uşaqlar, ümumiyyətlə when-dən sonra bitmiş olmaz, askdan sonra that olmaz. Burada da bir sual da olmaz. Cavabım olacaq sadəcə Y variantı. Həm də baxın, A-da did-dən sonra sent veribdir uşaqlar. Ümumiyyətlə yadınızda saxlamanız üçün deyirəm. Əgər köməkçi feil əlavə etmişəmsə, əsas feil əsas formaya qayıtmalıdır. Yəni burada send olmalı idi, başqa variantda, başqa yerdə. Sual cümləsi olsaydı. Amma ümumiyyətlə biz budaq cümləni nəqli cümlə formada axtarırıq. Want to know who signed düz, bu səhv, bu düz, zət işlənməz. Ona görə 1, 3, Y variantı. 50. Wants to know zət işlənməz, bu sualdır. 1, 2, düzgün variant. 51. If he was, when was he, bu sualdır. Zət işlənməz. 1, 2, düzgün variantımdır. 52. Zət işlənməz. Bu sualdır. 1, 4 düzgün variantım. 53. When-dən sonra, bu sualdır. Bu da sualdır. 1, 3. Deyəcəkdim, when-dən sonra bitmiş olmaz. Baxdım ki, bitmiş yoxdur. Baxın, uşaqlar, fikirləşərsiniz ki, is going to perfume. Yox, bu başqa bir şey. İndi qabağıma çıxana deyəcəm. Heç nə. If the policeman will punish düzdür. Bu sualdır, səhvdir. Bu da sualdır, səhvdir. Cavabım 1 və 3 olacaq. 55. Bu sualdır, zət olmaz. If, how closely are we? Bu sualda olmaz, bu da sualda olmaz. Cavabım D variantı. 56. How will she manage? Düz. That wanted to know-dan sonra zət olmaz. If she will manage. Okeydir. 4 sualda səhvdir. Cavabım oldu 1 və 3. 57. Want to know-dan sonra zət olmaz. Sualda olmaz. 1 və 4. 58. Where had səhvdir. Where did səhvdir. When-dən sonra bitmiş olmaz. İndiki bitmiş olmaz. Zət olmaz. Askdan sonra cavabım olacaq 58-də D variantı. 59. He asked. When-dən sonra bitmiş olmaz. Bu da sual formasında da olmaz. 1 və 3 düzgün variantımızdır. 60. He asked. When-dən sonra bitmiş olmaz. İndiki bitmiş olmaz. Bu da sual formasında da deyə olmaz. 1 və 3 düzgün variantımdır. 143 testi uşaqlar. 73-ünü indi işləyəcəm. Geri qalandan sonra baxarıq. Bu sual formadadır, səhv. Bu da sualdır, yox. Baxın, bu sual deyil. Who mübtədadır. Ona görə ondan sonra birbaşa xəbər gəlibdir. Bu düzdür. Ancaq when ilə indiki bitmiş olmaz. Bu səhvdir. Cavabım olacaq 1 və 3. Y variantı. 62. Bu düzdür. Bu sualdır, səhvdir. Bu da sualdır, səhvdir. Bu da düzdür. 1 və 4 düzdür. Why? Bu düzdür. What they were talking about düzdür. Bu sualdır. Bu da sualdır, səhvdir. Cavabım olacaq 1 və 2. 64. Who had put the documents? Burada mübtəda olduğu üçün ondan sonra birbaşa xəbər gəlib düzdür. Ancaq burada xəbər mübtədanın önünə keçib. Daha doğrusu köməkçi mübtədanın önünə keçib səhvdir. 4-də də eyni ilə köməkçi mübtədanın önünə keçib. Daha doğrusu əsas feildir burada to be. Ona görə mənim variantım olacaq 1 və 3 C variantı. 65.
Burada sualdı səhv. Bu sualdı səhv. Bu da sualdı səhv. Wants to know-dan sonra da zəti işlənməz. Dedim uşaqlar, qarşıma çıxanda deyəcəm sizə. Qaydada izah etmişdik ki, when zaman budaq cümləsini birləşdirəndə ondan sonra gələcək işlənməzdi. Ondan sonra indiki işlənərdi. Biz bunu indiki zamanın işlənməsini keçəndə öyrənmişdik. Zaman uzlaşmasını da öyrənmişdik. Sadəcə bu zaman budaq cümləsi deyil, tamamlıq budaq cümləsidir. Sam bilmək istəyir. Nəyi? Baxın, mənim baş cümləmdə mübtəda var, xəbər də var, amma tamamlıq yoxdur. Deməli, mənim tamamlığım budaq cümlə ilə ifadə olunubdur. Bu tamamlıq budaq cümləsidir. Ona görə də mən çox qəşəng də when-lə gələcək zaman işlədə bilərəm. 66. A bəndi düzdür. B sualdır. C-də zət işlənməzdir. Burada da sualdır, burada da sualdır. 67. A düzdür. B sualdır. Zət işlənməz. D sual, Y sual. 68. Who has the teacher? Bu sualdır. What imiş, who deyilmiş. B düzdür. C'də when-dən sonra indiki bitmiş olmaz. When-dən sonra sualdır, həm də indiki bitmişdir. Bu da sualdır. Cavabım B. 69. When-dən sonra indiki bitmiş olmaz. B düzdür. Bu səhvdir. Sualdır, sualdır, sualdır. 70. Həm də when-dən sonra indiki bitmişdir. Artıq onu hər dəfə vurğulamayacağım. 70. Want to know-dan sonra zət olmaz. Bu sualdır. Bitmişdir, həm də sualdır. Bu da sualdır. Cavabım C variantı. Wonders. Bax, sual, 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 sual. A bəndi düz. 72. Sual, 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 sual. 72-də C nəqli düz. 73. I have been ready to order. I was ready to order. Bu səhvdir. Had I been səhvdir. Bu da səhvdir. İndi baxaq. Biz dedik ki, əgər baş cümlənin xəbəri indi keçmiş zamandadırsa, mənim budaq cümləm keçmiş zaman formalarının birində ola bilər. Artıq indiki zaman formaları ilə işlənə bilməz. Yox, əgər mənim xəbərim, baş cümləmin xəbəri indiki zamanda olsaydı, mənim budaq cümləm istənilən formada ola bilərdi. İndi baş cümlə keçmişdə deyə mən mütləq keçmiş seçəcəm. Bu qədər uşaqlar, növbəti videoda izah edəcəm.